Selamünaleyküm əziz və hörmətli dostlar. Umarım ki, yaxşısınız. Mən şükür olsun koronadan qurtarmışam və indi fiilən təsadüfün o şeylə məşğulam, qalacağı ilə. Biraz boynumda hələ ağrı var, çox yəni. Və belimdə mütəəssifanə 2 saatdan izafi durub, ayaq üstə oturub ya dura bilmirəm. Çox əziyyət çəkirəm. Bilmirəm, sonu şey eləmişdilər, X-ray eləmişlər, əks almışdılar, amma mənim nəzərimə gəlir ki, sağ tərəfimdən bu ləyən dedikləri yer sınmış olub ya tərək, yəni tərək deyilir farsça. Fikircəm o cür bir şeydir üçün çox ağrısı olur, çox əziyyət verir. Hər halda ondan geçək. Dostlar, Ukrayn və Rusiya savaşı, yəni Rusiya-Ukrayn savaşı başlandı. Bilirsiniz ki, bir aya yaxın bunun təbliğatı getdi. Rusiya inkar edirdi, Ukrayn və Qərb bunu deyirdi, başlanacaq və Rusiya inkar edirdi. Sonra gördünüz ki, Rusiya 2 Ruslu, yəni Ukraynın 2 Ruslu iyalətin, yəni 2 iyalətindəki, ya ustan deyək, 2 ustanındakı Ruslar da var idilər, onların əvvəl müstəqil elan elədi və sonra da dedi ki, mən onların istəyi ilə içəriyə girirəm və sonra da gördünüz ki, Ukrayna həmlə elədi sonunda və bu günləri dava çox ciddi gedir. O videolarda görünür ki, Rus tankları millətin, adamların nizami olmayan, əskəri, ordu maşınları olmayan adamların maşınlarının üstündən geçir, canlı adamlar içində öldürür. Evlərə güllə atırlar, bombaran elirlər şəhri. Bunlar videolarda görünür. Yəni, bu günləri də onları görə bilirik. Amma bu tərəfdən görürük ki, Rusiya savaş başlanandan Azərbaycan Cumhurbaşqanı ilə görüşür. O tərəfdən Çeçendən müsəlmanları gətirir savaşa və ciddi bir şey gedir. Bu tərəfdən də görürük ki, Ukraynada millət müsəlləh olur. Bir dönə mən əks gördüm, orada bir Rus ordusu, ehtimalən Photoshop ola bilər, çünki bunların bəzisini Photoshopla düzəldə bilərlər. Bir homeless kimi bir adam görsənir, yəni karton xab deyirlər İranda, o cür bir adam görsənir ki, Ukraynın bayrağını tutub başına və bir Ruslu sərbaz koltunan onu vurur. Məncə bu Photoshopa bənzir, amma bəlkə də ola bilər. Amma bunu görsədir hər halda ki, insanlar vətən və millətləri dediği şeyə inanırlar və onun yolunda savaşmağa çıxdılar. Burada neçə dənə məsələ çox ciddidir. 1. Savaşda əvvəl hər şeyi hazırlamaq lazımdır, bir savaşa. Ordu hazırlamaq lazımdır, buna yiyəcək, içəcək, güllə, tüfək, yaralanları dalıya aparmaq, bunlara benzin lazımdır, tankına, maşınına, bunlar gərək daimən gedirlər. Yəni, daimən gərək bunlar cipənin dalısından cipəyə gedirlər. Yaralıları dalıya gətirmək, döhdür, dava, dərman bunlar lazımdır. Bunlara paltar, geyim, isti, soyuq, bunlara o şəraiti düzəltmək lazımdır. Bunların yatacaqları lazımdır, yiyəcəkləri lazımdır, içəcəkləri lazımdır. Bunlar daimən gərək sərbazlar qabağa getdikcə, onlar da bunların dalısıcan gələr. Çünki sərbaz ac qalmayacaq və yuxusuz qalmayacaq. Savaşa hazır olacaq, gülləsi olacaq, filan olacaq. Bunlar daimən gərək gəlsin, keçsin. Bu bir tərəfi qəziyyədir ki, milyardolar dolar gündə orada Rusiya xərc aparacaqdır.
Deyirlər ki, bu savaşın gündəlik xərci 1 milyard neçədir. Və bu 1 milyard böyük pul deyil Rusiyaya. Yəni mümkündür ki, Rusiya hazır ola 300 milyard dolar da pul bu yolda versin. Əlbəttə bir böyük hədəfə. Böyük hədəf Ukraynadır. Ukrayna 300 milyard səhlidir, bəlkə neçə trilyon pul xərcləməyə ərzişi var Rusiya üçün. Böyük torpaqdır, bir böyük bazardır, çoxlu imkanları var, işləyən cəmaəti var, gözəl milləti var, ağıllı, savadlı, binalar gözəl, farsda zirsax deyirlər. Yəni o önəmli yollar, körpülər, tunellər, su, elektrik, ərz edeyim xidmətinizə, yəni bəli, su, elektrik, ondan sonra mədrəsələr, bimaristanlar və bunların hamısı Ukraynada vardı. Yəni və bir gəlişmə halında bir ölkədir. Eyni halda əkinəcəyi də çox güclü bir əkinəcəyi vardı. Texnolojisi çox güclüdür. Rusiyaya bunun faydası çoxdur. Görürük ki, Macron deyir ki, bir gün ondan qabaq biz Putinlə savaş başlamamışdan qabaq Putinlə danışırdıq və qərardatların üstündən geçirdik, cüziyyatını danışırdıq. Amma Rusiya deyirdi ki, Putin yəni deyirdi biz savaşmayacaq, amma görürük ki, 24 saat geçməmiş başlayır savaşı. Ondan sonra görürük ki, Rusiyalılar çox xuşunətlə gedirlər. Mən dünənki danışığımda da dedim, qətliam bu deyil ki, insanların hamısını öldürəsən. Budur ki, millətin gözün qorxudasan, iradəsini əlindən alasan və təslim ruhiyyəsini olaraq zorla qəbul etdirəsən. Millət təslim olsun, dövlət təslim olsun, ordu təslim olsun. Burada görürük ki, Ruslar tankla gedirlər şeyin üstünə. Görürük ki, Rus sərbazı telefonu götürübdür, zəh vurubdur ölən Ukrayna sərbazın nənəsinə və deyir ki, sənin oğlun ölübdür. Bunun videosunu çəkirlər, göndərirlər. Bu cəngir həvanidir. Milləti təslimə qəbul etdirmək. Yəni, deyir ki, mənim də sərbazım öləcək, tamam. Rusiya deyir ki, mənim də sərbazım öləcək, tamam. Amma bunun neçə milyard dolar bizə mənfəət olacaq. Torpağı alacaq, insanlar bizim əyağımıza gələcəklər, bizim bazarımız olacaqlar, cinsimiz satılacaqdır, nüfusumuz çoxalacaqdır, torpağımız yeşiləcəkdir, mədənlərimiz çoxalacaqdır, filan, bəhman, bunlar hamısı fayda. Amma eyni halda, məsələn, mənim də bir 5.000, 3.000 sərbazım ölürsə, əvəzinə məsələn neçə milyard dolar qazanacaq. Bu Rusiyanın orada iqtisadi baxışıdır və eyni halda güc baxışıdır. Avropaya yaxınlaşmaq sözü var, Türkiyəyə yaxınlaşmaq sözü var. Yəni, Ukrayna ilə Türkiyənin arasında bir şey var, Qaradəniz. Əgər iştibah eləmirsən, bəlkə də iştibah eləyirəm, amma gərək Qaradəniz olur. Və ondan sonra burada bir yaxınlıq bu tərəfdən. Ondan sonra Lehistanın gəlir dibinə. Dünya savaşı, 2-ci Dünya savaşı başlayan ölkə. Oradan başlayır, bilirsiniz. Gəlir onun dibinə. Lehistan da Amerikanın, ya NATO-nun üzvüdür. Yəni tərəfdarı, Amerikanın tərəfdarı və NATO-nun üzvüdür. Gəlir ondan sərhədləşir və bunlar getdikcə çox güc olur. Ehtimalən savaş genişlənə də bilər, ehtimalən genişləşməz də. Amma bu ki, bizim mediamızda insanlarımız buna görə danışırlar, bu çox gözəldir. Yəni, düşünürlər, axtarırlar. Mən istəmirəm Ukrayna və Rusiya savaşı haqqında danışam. Ya Azərbaycan Cumhurbaşqanı niyə gedib ora, niyə qərardat bağlayıb, bu haqqında danışam. Təbii ki, baxın, dostlar, mən məsələn bu savaşı təhlil eləyənmərəm. Niyə? Çünki mənim ittilatım yoxdur ki. Mən Rus dilini bilmirəm, Ukraynalıların dilini bilmirəm. Oradan gələn videolar bilmirəm nə qədər düzdür, nə qədər yalandır, ya hangi zamanınkidir. Eyni halda
Bilmirəm ki, ordularda nə keçir, harda nə keçir, harda savaşırlar, harda savaşmırlar, savaşın içində nə keçir, tiplər, qordanlar, hər halda bu əskər və ordu bir-birinin harda çatışır, harda çatışmır, nə alırlar, nə verirlər, harda danışıqlar gedir. Çünki indi bir dünya gizli danışıqlar gedir ordular arasında, savaş qüvvələri arasında, siyasi. Bunlardan xəbərimiz olmadığı üçün biz bu haqda nəzərlərimiz doğru çıxa bilməz. Hətta təxminlərimiz də doğru çıxa bilməz. %100 ki, heç %50 belə doğru çıxa bilməz. Çünki hər növ siyasi təhlil və ittilata bağlıdır. Məsələn, biz indi dostların bir çoxu Azərbaycan Cumhurbaşqanının Putin ilə görüşməyin və onların arasında yazılan qərarat haqqında danışırlar. Və hətta Azərbaycan Cumhuriyyətində də bir də insanlar danışırlar bu haqda və məhkum edirlər Əliyev cənabları. Amma acaba bunlar bilirlər ki, nə olur? Yəni, göründüyü bir şeydir, amma arxada bir şey var. Bunları görməsək, biz təhlil edənmərik. Acaba Rusiyanın Azərbaycan üstündə baskısı var imiş, yox imiş. Azərbaycan, acaba bu müqaviləni bağlamaqla Rusiyadan bir göz ardı eləmək, yəni çeşpuşi deyək varsa, eləməkləri qəbul elətdirib yox. Məsələn, Rusiya deyir ki, mən o torpaqlar ki, sən indi orada sülh məramlı adına gəlmirsən ora, onları alacağam, ya məsələn, filan yeri alacağam, sən də onları bir söz deməyəcəksən mənə. Ya Ermənistanın yanında durmayacaqsan, ya Ermənistanla bizim aramızda savaş olsa, biz ora tank, sərbaz və təyyara göndərsək, sən bunlarda deməyəcəksən ki, mənim orada qərardadım var Ermənistandan, biz də Azərbaycanı vurmayacaqsan. Məsələn, bilmirəm, yəni bunları üçün bilmirik, biz bilmirik ki, nələr arxada geçir ki, onun görüntüsü o qərardatda çıxır. Bunlar üçün danışmayacağım. Yəni, mən sadəcə bu savaşın başlanması ilə bir qərar aldım. Bu qərar xoşunuza gəlməyəcək, özümün də xoşuma gəlmir, amma məcbur oldum. O da nə idi? Mən bu təsadüf başlanandan qabaq ya sonra başladım bu savaş sənəti kitabını oxumağa ki, biz düşmənin strateji və təşkilləri ilə tanışacağıq və nə cür ondan savaşacağıq, ya onun nə cür savaş teknikləri ilə tanış olacağıq. Mütəəssifanə eləyə bilmədim, 3 aya yaxın bu kitabı oxumağa davam verəm. Bununla belə ki, ordu və əskəri terminlər, sözlər mənim üçün tanışıq deyil. Türkcəsi əslən tanışıq deyil və bu kitab çox təxəssüsüdür və türkcədir. Mənim türkcəm də çox zəifdir. Onun üçün də orada bir zorluqlarla gedirdim. Bunun üçün bu gün özümdən bir qərar verdim ki, mən bunun farsısını oxuyayım, türkcəyə çevirim və fikirlərimi söyləyim. Buna görə bu gündən bu kitabı oxuyacaq. Yəni, Honər Cəng, mən bunu necə tutsam siz görərsiniz. Son tezo, burada yazıbdır, son tezo, Honər Cəng, tərcümə də Döktür Həsən Həbibi. Bunu elə əvvəldən başlayacağım və oxuyacağım. Buna görə ki, biz bununla tanış olmalıyıq. Görək ki, dostu nə cür qazanmalıdır, düşməni nə cür qazanmalıdır, öz millətin cəngi rəvanidə, ruhsal savaşda nə cür kontrol etməlidir filan, bunları gedəcəm. Bu kitabı mən download eləmişəm, print eləmişəm və hazırdır. Farscası bunun 203 səhifədir. Elə bunun pişqoflarından başlasaq, dostlarımızın bir çoxu farsını baş tapır. O yerlərdə ki, lazım olsa onlara tozih verirəm. O yerlərdə ki, yəni mənim də fikrim olsa, düşüncəm olsa tozih verirəm. O yerdə ki, yoxdur, ehtiyacı yoxdur. O yerdə də farsını oxuyaram. Pişqoflar, Bismillahirrahmanirrahim, pişqoflar. Pişqoflar, yəni danışmaqdan qabaq bir şey deyirik. Pişqoflar. Bilmirəm niyə pişneveştar gərək yazılır. Çünki burada danışılmır, burada yazılır. Amma bu farsa geçibdir də, farsın dilinin biri də budur. Pişqoftar, danışmaqdan qabaq. Müqəddəmə kimi bir şey, amma müqəddəmə də bir ayrı bir şeydir. Müqəddəmə də ərəbisidir bunun. Müqəddəmə yəni öndə gələn, qabaqda gələn. İndi bunun, bu kitabın fikir edirəm ki, baxın görün, harada, Pişqoftar 3 səhifədir.
Ondan sonra elə keçir bura. Müqəddəmə adında fikirləşirəm bunu deyəcək. Yəni önlük, ön söz. Ön söz yəni bir şeyi hazırlamaq. Pişkoftar da elə ön sözə tərcümə eləsək daha gözəl olur. سوماشین در کتاب خود به نام پرونده تاریخ یا سالنامه مورخ که اندکی پس از 100 سال میلادی پس از 100 میلادی تحریر شده است معتقد است که سون وو یکی از اتباع دولت شی رساله هنر جنگ خیش را در اواخر قرن ششم قبل از میلاد به هلو پادشاه نیمه وحشی وو hediye کرده است. Bir nefer Sumaşin adında bir kitap yazıbdı. Kitabın adı Tarixin dosiyəsi ya tosiyəsi ya pərvəndəsi ya da müvərrixin. Müvərrix yəni tarix yazan. Tarix yazanın illığı. Deyir ki, miladdan 100 il geçəndən sonra bu kitabı yazıbdı. Yəni bu pərvəndə-i tarix ya salnamə-i müvərrixi. O yazan, o kitabın yazan ki adı dedik Sumaşindir. O etiqadı var. Yəni bunu inanıbdır ki Son Vu adında bir adam Şi dövlətinin, Şi doğrusu Çin deyil. Çində də dövlətlər ailə üzrə düzələr. Buna ərəbcə deyirlər al. Ali Ümeyyə, Ali Osman, yəni Türkiyədə olan Ali Qacar, nə bilim, Ali Abbas falan, bunlar yəni ailə. Deyir ki, Şi ailəsinə bir dənə kitab yazdı, verdi, bu Son Vu və onun adı Savaş sənəti, Hünər-i Cəng. Ki bu da deyir, miladdan 600 il öncə, yəni Həzrəti Məsihə deyilən, doğulmuş ilinə deyilən milad ili deyirlər. Ondan 600 öncə bu kitabı yazılıbdır və Hulu, padişahı Huluya veribdir. Hulu kimdir? Hulu da o Şi dövlətində olan bir yarı vəhşi bir şeydir. Baxın, görürsünüz burada surətlə gəlir. Yəni buna bir sifət yapışdırır. Adamın adını vermir. Adama deyir yarı vəhşi. Yarı vəhşi adam niyə kitabı məsələn yazsınlar, versinlər ona? Bu əlbəttə indi kitab məsələsi də ciddi bir məsələdir. Biz bilmirik ki, bu kitab ki deyirlər içində bunun cinsi və yazı modeli nədir? Yəni kitab taza bir ünsürdür. Kağızla biz bilirik. Amma bu kağızla yazılan kitab deyək ki 800 ilin işidir, 1000 ilin işidir. Bu 3100 il bundan qabaqdan söz edir. Əcəba o zamanda kitab anlamı varmışmı? Hətta təxtə üstündə yazsalar bu məsələn bir nəyə çalıqda, necə xəlvər ağac olarmış. مورخان چینی از صدها سال پیش به این سو در این باب اظهار تردید کردند. Bu kitabın haqqında Rus tarixçiləri şəkkə düşüblər bu kitab haqqında. Və qismət əzəm onha muhtəqdən ki, təhrir in kitab bu mühəqqiqlərin bir çoxu inanırlar ki, bu belə bir kitabın yazılması Sumaşin dedikləri dövrədə, yəni 3100 il bundan qabaq imkansızdır. مطالعات من نیز در این مسیر همین عقیده و مؤید این اندیشه است. Bu dördür kitabı yazıbdır, Həbibi tərcümə edibdir. O da deyir ki, mənim də nəzərimə bu düzdür ki, belə ola bilməz. که متن مذکور در قرن 4 قبل از میلاد مسیح نوشته شده است. رساله سنتزو را تنها از روی کنجکاوی نباید مورد توجه قرار dad. Deyir ki, bu fəqət bu üçün görək nədir, bu o yüzdən getmir. Bunun ərzişi görək nədir? Deyir ki, əhəmmiyyət Hünər-i Cəng بیش از این است. Bu kitabın əhəmmiyyəti daha çoxdur. این کتاب اثری جامع و سرشار از عقل و درایت است. Bu kitab həm çox hər şeyi tutubdur, həm də ağıllı sözlərlə və dirayətlər ilə. Dirayət olur, məsələn,
düşüncələrlə, ya zirəhliklər, hətta beləsi fikirli zirəhliklər doludur. Və az cəhət roşənbini və ibda və ibtikar mümtaz است. Deyir ki, 3 cəhətdən də bu kitab çox üstün tutu gəlir. O da nədir? Biri budur ki, çox aydın görür hər şeyi, gələcəyi ya vəziyyəti. İkincisi, ibda, taza bir şeylər yaradır. Və üçüncüsü budur ki, ibtikarı var. Yəni, bu özünə aid bir fikirləri də var. Və qərnihaz ki, در ردیف درجه اولی آثار درجه اول ədəbiyyat nizami Çin qərar دارد. Deyir ki, yüzlər ildir ki, bu kitab Çinin nizami ədəbiyyatında, ordu təlimi, tərbiyyətində bu kitabın başda gələn yeri var. صدها هزار سرباز و مورخ چینی و ژاپنی به این متن که در میان آثار کلاسیک هنر جنگ نخستین اثر محسوب می‌شود توجه تمام داشتند. Deyir ki, yüzlər müvərrix və ordu üzvü, əskər. Əskər deyəndə diqqət buyurun, bizə bunu əskəri pis anladıqlar. O adam ki, şəxsi deyil və savaş üçün tərbiyyət olubdur, savaş üçün daimən təlimi tərbiyyətdədir. Bunun dərəcəsinə baxmayaraq əskər deyilir. Yəni, əskər o adamdır ki, savaşa hazırdır. Və əsən işi savaşa olmaq hazırdır. Qazancı, yaşamı, ailəsini saxlamaq bu yoldan keçirdir. Buna əskər deyilir. İndi bu ola bilər sərdar ola bilər ki, bir dana məmuri sərbaz ola. Deyir ki, yüzlər min əskər və tarixçi, Çinli ya Japonlu ola, fərq etməz, bu kitabın üstündə işlirlər. در بین افراد ممتاز این گروه میتوان به تساو 220 və 155 pəs az milad işarə edir. Deyir ki, bir nəfər vardı. Farsda bir iştibahlar var. Farsın dili yazı dili deyil. Mən bunu keçən günlərdə də bir məqalə yazdım. 17 dana ərəb əlifbasından istifadə edirlər. 4 dana hərfin ki, bunların da ikisi, üçü ərəblərin müxtəlif məmləkətlərində işlənir. Məsələn, P, Ç, Misridə işlənir. 17 dana əlifba vardır ki, bunlar farslar bunu işlədirlər, amma bilmirlər nə cür işlədilər. Yazıda var, amma dildə başarmırlar bunu işlədilər. Və ya yazıda təşxis verənmirlər. Bu, fars dilinin əlifbasının olmamağından gəlir. Və ərəb əlifbası fars dilinə münasib əslən deyil. Bizim dilimizə münasib də olsa bir cəhətlərdən fars dilinə əslən münasib deyil. Bu da bunu göstərir ki, fars dili ya bir qanunmənd dil deyil, ya da əslən dil deyil. Çünki bir əlifba gərək eləyə bilər, hər halda bu dili danışadır. Ya bu dili danışa bilmirlər, yaza bilmirlər. Bu özü bir məsələdir. Hər halda 17 dana hərf vardı o 32 hərfin içindəki farslar bilmirlər, onlarla neynəsinlər. Amma farsın bir dana müşkülü var. Əlifbanı sağdan sola yazır. Yəni cümləni başlayanda kitabın sağından başlayır, soluna gedir. Riyaziyyatı yazanda soldan sağa yazır. Bu düz deyil. Yəni bir dildə, əlbəttə ola bilər, ərəbdə də belə olsun, mən ərəbdə bilmirəm, belə deyə yox, amma biz də üçün fars sistemi ilə təlim görmüşük, elə hesabı belə yazırıq. Yəni hesabı soldan sağa yazırıq, amma yazını, bir kitabı sağdan, inşanı sağdan sola yazırıq. Yəni hesab buradan bura gəlir, yazı buradan bura gedir. İndi istəyirik yazaq ki, bir dana il yazaq. Məsələn, mənim doğum tariximlə ölüm tariximi. Ölüm tarixi, çünki soldan sağa yazırıq, gərək yazaq 1344 mənim doğum tarixim, ölüm tariximdə məsələn 1400 məsələn hər neçə. İndi burada nə olur? Burada görürsünüz ki, soldan sağa yazın da əvvəldə, yəni sol tərəfdə doğum tarixi gəlir, bu tərəfdə gəlir. İndi siz bunu qoyursunuz yazının ortasına. Yazının ortasına qoyunda bu tərəf sağdan gəlir, gərək keçəsən soldan oxuyasan, gələsən sağa, dubarə cümləni bunları adlayasan, hoppulasan, yəni bir də qeydəsən, gedəsən otaya. Bu bir dana zehni və düz deyil. Normalda insanlar tarixi qələt oxurlar, mən indi qələt oxudum, ona görə. Hamı bunu qələt oxuyar, mən də oxuyaram. Bu fars dilinin bir zəfidir. Deyir ki, indi gərək biz bunu belə oxuyaq.
farsını belə oxuyanda sağdan sola oxuruq da, kitab oxuyuruq. Biz ədəbiyyat oxuruq, hesab oxumuruq. Gərək bunu oxuyaq 155-ci ildən 220-ci ilə. Amma məcburuq ki, bunu belə oxumayaq. Gedək bu tərəfdən oxuyaq. Deyək ki, hop bulaq, gedək şeyə. Mən indi bunu görsətsəm belə olacaq. Hardadır? İkinci sətirdə burada. Əvvəl gərək mən buradan oxuyam, gələm bura. Buradan hop bulam, gedəm bura. Buradan oxuyam 155, sonra 220 neçə. Ondan sonra yenə hop bulam, qeydəm cümlənin dalısını oxuyam, gələm beləsi. Bu farsın iradıdır ki, iki sistemdən, bir-birinin tərsinə sistemdən istifadə edir. Bu bunu göstərir ki, fars əlifbası, fars yazı sistemi, həm əlifba, həm hesab, yazı sistemidir. Fars yazı sistemi fars dilinə aid deyil. Hərəsin bir sistemdən götürübdür. Burası hərəsin bir sistemdən götürdüyü üçün birin sağdan sola, birin soldan sağa yazır, birin sağdan sola yazır. Və bu düz deyil. Yəni iki dənə mütəzad sistem. Bir dənə elə bilin ki, bir dənə qərbidən götürüb, bir dənə şərqdən. Dəqiqən bunu bu cür görün. Və istəyir bunları istifadə edin. Bunlar bir-birindən düz gəlmirlər bir yerə yığışanda. O cümlədən bir dənə belə bir mətndə ki, siz yazırsınız, bu cür gəlmir. Hər halda bu adam, yəni mən əgər ədəbi oxusam, gərək belə oxuyam. Adam deyəm ki, 220-dən 155-əcən. Yəni, dalıya getməz adam. 220-də doğulub, 155-də ölməz. Bəlkə bunun tərsinədir. Ona görə məcburuq ki, qeydaq, dediyim kimi oxuyaq ki, 155-dən 220-yə pəs miladi işarə کرد. Və یکی از فرماندهان بزرگ سه امپراتوری و بنیانگذار سلسله وی است. Hər halda bu adam ki, Tesotosu adında bir adam gəlibdir, bu kitabın üstündə danışıbdır və miladdan da sonra, miladdan 155 il sonra dünyaya gəlibdir, 220 il sonra. Yəni bu adam 65 il yaşayıbdır. 55 oradan, 100 istəyirəm, 55, bu da 80. Bu adam çox uzun yaşayıbdır. Buradan, yox, üzrəm 45 və o da 20. Bəli, 65 il bu adam yaş yaşayıbdır. Deyir ki, və yeki az fərmandahan buzurg ise imparatori, o 3 imparatorluğun böyük kumandalarından ya fərmandiklərindənmiş. Hangi imparatorluqlar ki, İ silsiləsi, V silsiləsi, yəni al dedik da, evlatları, V evlatları silsiləsinin 3 imparatoru dövrəsində bu adam komanda olubdur. تفسیر تساتسو از این متن و نیز یادداشت‌های 10 مفسر معتبر از سلسله‌های تانگ و سونگ را در قرن 11 در متن رسمی گردآوری کردند. Deyir ki, həm bu Tesotosunun yazıları bu kitab haqqında, savaş sənəti haqqında və ha belə ayrı 10 dana ordu müfəssirləri, təhlilgərlərinin nəzərlərin ki, iki silsilənin, iki alın, iki ailənin hökumət dövrəsində yazıblar bu 10 nəfər. Onları toplayıblar. Hangi iki ailə? Tang və Song. Deyir, bu iki ailənin də 11-ci qərnidə, Məsihiyyətin 11-ci qərnində nə ediblər bunu? Bir dənə rəsmi mətndə toplayıblar. Yəni, üst-üstə deyir ki, 11 nəfərin fikrin toplayıblar, bir kitab eləyiblər. Bu kitab ki vardı, oxuyacaq onun haqqında. در رو به آخر قرن 18 سون هسینگین مورخ و منتقد ادبی مشهور به بازبینی این اثر پرداخته و بر آن حاشیه نوشته است. Bir nəfər də gəlib sonra buna bir şərh yazıbdır. Haşiyə yəni şərh. Qədim haşiyə deyirlər, çünki diqqət buyurun, bu haşiyə sözü belə olurdu. Qədim kitab çox baha idi, çox baha idi. Və bu kitabdan ən çox faydalanırlar. Onun üzrə ağ yer qalmazdı kitabda. Kitabın dövrəsi ki, haşiyə deyilir, bunlarda yazı yazardılar. Məsələn, mən istəyirəm bura görə nəzərimi yazam, gələrdim burada, nəzərimi yazardım və hər şeyə görə nəzərimi burada yazardım, bu qalardı, bu özü bir kitab olardı. Yəni, alanda deyərlər ki, məsələn, haşiyə, məsələn, savaş sənəti İnsafəli Hidayətin haşiyəsi ilə. Yəni,
bu kitabı mənim nəzərimə görə satılardı. Və elə bir ki, mən yazıram. Amma buna haşiyə yazıram. Yəni nəzərlərimi. Elə baxın, indi əlan mən nəzərlərimi bu haqda görürsünüz ki, hər yerdə bəzi şeyləri açıqlayıram. Çünki kitab baha idi. Ona görə bu işi görürdülər. Kağız baha idi. Çox baha idi. Bunun üçün məsələn deyərlərdin, məsələn oturublar bir kitab yazıblar. Bu biraz çox əcibdir. Xüsusən məsələn fikrin ki, Yunanlılar gəliblər məsələn tarix, dünya tarixi yazıblar. Ya İranın tarixini yazıblar. Məsələn o zaman cüz'iyyatla yazıblar. Adam nahara nə yeyirdi, şama nə yeyirdi, arvadı ilə harda yatırdı, harda dururdu. Bunlar ağıla gəlməyən nağıllardır. Sonhinski və Murxədimləri deyir ki, hər halda bu Sonhinski adında bir Çinli də bu yazılan 11 əsərdən düzəlilən kitaba görə öz nəzərlərini yazdı. Tərcüməyə hazır deyir, bu kitab şimdi deyir, mən tərcümə edirəm. Bu mütərzim deyir, yəni Həsən Həbibi, Allah deyək rəhmət eləsin hər halda. Həsən Həbibi deyir ki, tərcüməyə hazır əz ruye in mətn ki, در چین مورد اسناد قرار میگیرد صورت گرفته است. Deyir ki, o savaş sənəti haqqında yazılan kitabı ki, bu indi 12 nəfər oldu da, deyir, o 12 nəfərin yazdığı kitabın üstündən mən. Pəs bu Həbib, Döşkür Həbibi rəhmətlik deyir ki, bu Savaş Sənəti adlı kitabı bir nəfərin yazdığı deyil, 12 nəfərin yazdığıdır. Beləsi deyir. Amma o Türkçədə belə demirdi. Türkçədə bunu oxumadıq. Benəzər son tezu, cəng bərayi dövlət vacid əhəmmiyyət həyatı ist. Birinci dəfə ilə bu deyir ki, Tesonun nəzərində, Teso bu kitabı yazandı da, indi əvvəldən bunu bilək ki, biz bunun nəzərlərini oxuyacağıq. Deyir ki, son Tezonun nəzərində, düşüncəsində, düşüncə dedik fəlsəfə. Fəlsəfə iki anlamı var. Bir, orduda buna strateji deyirlər. Orduda strateji deyirlər. O birisi qeyri-ordu, ordudan başqa sahələrdə fəlsəfə, düşüncə deyirlər. Əlbəttə, biz elə orduda indi strateji işlədik, amma düşüncə də işlədə bilərik. Deyir ki, son Tezonun düşüncəsinə görə cəng bərayi dövlət vacid əhəmmiyyət həyati است. Dövlət, hər dövlət üçün savaş, yaşam, ölüm-dirilik savaşıdır. Yəni, bu qədər önəmi vardır. İndi baxın, savaş Ukrayna üçün dəqiqən budur. Yəni, indi Ukraynalar ya savaşacaqlar, ya öləcəklər. Mümkün şikəst yiyərlər. Amma bir var savaşalar, şikəst yiyərlər, bir var ki, elə əvvəldən şikəsti qəbul edirlər. Ruslar çalışırlar ki, Ukraynaların əvvəl ruhlarını şikəst verələr, onları təslimə. Məsələn, vaqiyyət budur ki, indi hamı deyir ki, Rus sərbazı ya Amerika sərbazı, bunlar zehnimizdə yekəldi Rus silahları falan, amma onlar da həman adamlar da eyni sizə mənə tay. Heç fərqi yoxdur. Onlar da təlim görüblər, səndə onların da o silahı var, bunun da bu silahı var. Amma bir psikoloji, rəvani, ruhsal bir təbliğat var, baskı var. Amerika sərbazı, vay dədə. Ya məsələn, Rus sərbazı. Yox, Ruslar gəldilər 40 il, 40 il dedi məsələn 30 il Əfqanistanda, əliy alan Əfqanistanlılar Ruslarla savaşlar axirdə saldılar eşiyə. Yəni, ruhsal şikəst məsələsidir. Biz Güney Azərbaycanda məncə ruhsal şikəst yemişik. Pəs, bir dövlət üçün, hər dövlət üçün, dövlət ki var, o dövlət üçün savaşmaq bir ölüm-diri qalmaq savaşıdır. Çünki lazım gələcəkdir ki, savaşdır. Məsələn, Ukraynada lazım gəlir. Hər gün lazım olmaz savaş. Amma bir dəfə lazım olsa bu, o dövlətin, məsələn, biz Qacar dövründə savaşmadıq. Amma bizim savaşmağımıza lazım idi. Amma ölüm-qalım savaşına girmədik, uduzduq. Getdik, indi 100 ildir getmişik. Və binabərin mütaliə və təhliləş zərurət darət. Bu kitabını oxumağın mühümüdür niyə ki, dövlətin yaşaması savaşdadır. Ölümü də savaşdadır. Savaş ya qurtarar, ya öldürər.
Ruslar indi həmlə edirlər, bir dövlətdir, Ukrayna bir dövlətdir, vəsətdə bir savaş vardı. Bu savaşın sonunda mümkündür sülh ola, çəkilirlər dağlıya, hər kəsin, yəni Ukrayna toprağında qalar, Rusiyaya çəkiləcəklər, ya da ki mümkündür Rus dövləti qələbə eləyə, Ukrayna dövləti aradan gedə və müstəmir olar. Sömürcü olur. Bu cəhətdən son تیزو برای اولین بار کوشیده است تا برنامه‌ریزی و راهبری عملیات نظامی و جنگی را بر بنیادی عقلانی استوار سازد. Son tizonun işi budur ki, istəyir savaşı, savaşdan öncəni və sonranı hətta ağıllı dəlillər üstünə qoysun. Yəni ehsasdan çıxır. Biz qəhrəmanı vursun. Yox, qəhrəman olmaq üçün gərək hazır olasan, təlim görəsən, büdcən ola, pulun ola, silahın ola, dövrə görəsən, aylar, illər, sonra dünya səviyyəsində savaşlar nədir, onları başarasan, silahlar nədir, onları biləsən, onları gətirəsən, onlarla hazırlaşasan. Azərbaycan Cümhuriyyəti bu işi gördü. 30 il çəkdi, 28 il çəkdi. Azərbaycan Cümhuriyyəti hazır ola eləyə bilir Ermənistanla savaşın və torpaqlarını azad edir. Buna əqil lazımdır, ehsas yox. Ehsası olanlar televizyonlarda çıxırdılar, Əliyevə söyüş, orduya söyüş, fulana söyüş, bəhmana söyüş, dünyadan narazıdırlar. Amma bilmirdilər ki, olan bir dənə ev almaq üçün illər boyu gərək çalışasan, bunu pulu yığasan, bir yerdə saxlayasan, sonra o pulu eləyə biləsən, gələsən bundan ev alasan. Yoxsa sən haydi deyəcəksən ki, mən ev alacağım. Və ev almaq yaxşıdır, ev almasan elə olar, ev almasan belə olar, arvad ev istəyir, uşaq ev istəyir, əmniyyət elər, ruh gələr, ruhiyyəsi düzələr, filan olar, adam məriz deməz, filan olar, evin üstünə pul gələr, almasan bahalaşırıq. Amma bunları hamı bilir. Amma almaq üçün gərəkən şeylər var, olmasa alanmazsan. Savaş da bu cürdür, savaş əqlinəndir, ehsasının deyil. Görürsünüz ki, indi bunları görəcəkdir, hələ qalsın. و برخلاف نویسندگان یونانی و رومی deyir ki, Rumlular və Yunanlılar və Rumlular bunlar fərqliymişlər. Ve tənzim və tədvin şivəhay nizami پیچیده. Nə cür savaş bu? Savaşın çox qarma-qarışıq qanunların və tekniklərin səthi və müvəqqəti əlaqə nədir? Deyir ki, çox da bu müvəqqət və tekniklərə zətlərə əhəmiyyət vermir Sun Tzu. Bəlkə bunun əsli məsələlərinə baxır. هدف وی تحریر رساله‌ای است مبتنی بر روش و به منظور استفاده سرداران و فرماندهان که خردمندان در پی جنگ پیروزمند و zafer نمونند. Deyir ki, bu Sun Tzu'nun hədəfi bu kitabı yazmaqdan budur ki, sərbazlar və fərmandehlər eləyə bilsinlər ki, bir hədəf üzərində ki, o hədəf nədir? Zəfər qazanmaq. Qazanmaq əslən. Savaşı qazanmaq üçün bunlara yol göstərir. Kimlərə? Ordu adamlarına yol göstərir. به اعتقاد وی استراتژی زیردست باید بتواند به اعتقاد وی استراتژ زبردست باید بتواند لشکر دشمن را بدون درگیری نظامی تسلیم کند. Bu Sun Tzu mütəziddir ki, bir zəbərdəst, yəni zirəng, ağıllı. Zəbərdəst bizim türkcə sözdür, fikir edirəm. Yəni çox təcrübəli. Çox təcrübəli bir komanda bunu gərək düşünə ki, mən nə cür düşmənlə savaşmadan beduni dərgiri, yəni savaşmadan onları təslimə şey edirəm. Rusiya bu işi görür. Rusiya tamamen bu işin üstündədir ki, savaşı çox uzatmadan Ukraynanı sındırsın. Məsələn, xəbərlər yayırlar, Ukraynanın rəis cümhuru qaçdı, qaçacaq Amerikaya, gizlənibdi, filan bəhman. Bunların hamısıdır ki, bu millətin ruhu sına, ordunun ruhu sına, bu ruhsundan sonra təslim olur. Nə qədər burada az savaş olsa, az zaman aparsa, az adam ölürsə, Rusiya qazanır. Nə qədər bu savaş uzanırsa, Rusiyanın uduzmağına tərəf gedir. Şəhərha ra bi mühasirə təsərrüf nümayər. Qədim elə indi də şəhərləri istirara gərək edir, bunun dövrəsini bağlaya, buna yemək, suyun, bərqin, elektrikin kəsə, adamlar orada təslim olur. Yoxsa girib şəhərdə evdən evə savaşmaq özü böyük bir şeydir. Qədimdəkilər əslən şəhərin dövrəsində divar var idi, onun eşiyində qalardılar. Və dövlət ra bedun ağıştən şəmşirha bexun vajqun sazad. Və bu cür ki,
onun yerinə ki, gələ dövlət çox qan tökə eləyə bilər ki, bir dövləti yıxa. Dedim, Rusiya istəyir ki, bu işi Ukraynada görsün. به نظر son تزو نبرد غیر از برخورد دو لشکر با هم حاوی مسائل دیگری نیست هست. Bu TUS'u deyir ki, iki dana ordunun bir-birinə silahları ilə həmlədən əlavə ayrı məsələlərdə savaşdılar. Və میگوید تعداد افراد به تنهایی موجب برتری نظامی نیست. Bir ordunun çox üzvü var, birinin az. Deyir, oyun ki, çox deyil, bu iki bunun çox adamı vardı, dəlil bu deyil ki, o müvəffəq olacaqdı. Nümunə üçün görürsünüz ki, İranla Rumun savaşında 300 nəfər Rumlu eləyə bilir ki, İranın deyirlər neçə 100 min nəfərlik ordusunu aradan aparsın ki, bir dənə da 300 adında film düzəldi bu haqda. وی عامل روحیه و عامل عقلانی و نیز اوضاع و احوال جنگ را از عوامل مادی مهمتر می‌داند. Bu deyir ki, silah, ordunun giyimi, yeməsi, təchizatı, tancı, təyyarası, bombu, gülləsi, tüfəngi, topu, muşəki, bunlar var, mühümdür. Amma bunlardan mühümü də nədir? Deyir ki, bunlardan mühümü اوضاع و احوال جنگ bu üzr istəyirəm ruhiyyə və aqlaniyyət aqli işlətmək bunlar onlardan mühümdür و به حاکمان و فرماندهان توصیه میکنه که منحصراً به قدرت اعتماد نکنند و bu kitabı yazan deyir ki hakimlərə yəni rəis cümhurlara rəhbərlərə tövsiyə edir ki sadəcə ordu gücünə dayanmayın. ایران'da bu müşkül var. در نظر وی جنگ مترادف با کشتار و ویرانگری نیست. Bu tez onun nəzərinə görə savaş təxribatdan, dağmadağın eləməkdə, darmadağın etməkdə və adam öldürməkdən ibarət deyil. هدف واقعی استراتژی این است که شهرها و لشکرها صحیح و سالم به تصرف درآیند. Bir dedik zəbərdəst. Fikir edirəm, farsda görünür, amma bunu biz kətdə də işlədirdik. Bilmirəm, bəlkə də farslı sözdür. Amma təcrübəli bir komanda və ordu deyir ki, onun hədəfi budur ki, düşmənin ləşkərlərin, ordusun, silahların, varın, yoxun, deyir ki, salim və səhih ələ getirsin. Şəhərlərin ələ getirsin, silahların ələ getirsin, tancın, təyyarasın, topxanasın, təyyaraların, hava limanların, dəniz limanların hər yerin deyir ki, salim ələ getsin, fabrikaların filanların dağıtmasın və ta həddi mümkün təsərrüf və təsvir bedun zayiə başət və oracan ki mümkündür, onları almaqda zayiat, yəni təxribat və adam ölüsü az olsun. به اعتقاد سنتزو برنامه‌ریزی دقیق که بر مبنای اطلاعات درست راجع به دشمن باشد به حل سریع مسائل نظامی و جنگی دستیاری می‌کند. deyir ki, yaxşı bərnamə töksən, yəni yaxşı bir stratejin olsa, yaxşı bir taktiklərin olsa, yaxşı bir ağıl üzü ilə işləsən, eləyə bilərsən ki, çox sürətlə savaşda bəzi qazancılar ələ gətirəsən. Mən bu kitabın 9-cu səhifəsini gətirəm. Bilmirəm ki, nə qədər vaxtım var, amma hər halda oxuyuram. Vey az asar və əvaqib cəng bər iqtisad ağah است. Bu kitabı yazan deyir ki, mən bilirəm ki, savaşın nə qədər iqtisada və millətə təsiri var. Diqqət buyurun, Döktür Məhəmməd Hüseyn Yahyayinin nəzəri budur ki, İranda yaşayan millətlər hələ bu günə qədər, xüsusən Azərbaycanı deyir bu, deyir, hələ o Rusiya ilə Qacar dövründə olan iki savaş ki 30 ilə yaxın çəkibdi, deyir ki, onun hələ altından qutara bilməyiblər, onun xəsarətin altından qutara bilməyiblər. Bu qədər savaşın xərci ağırdır bir millətə. Biz də ki, mütəəssifanə farsların sonra qətliamlarından hələ də quturandı. Fikir eləmiş 200-300 illərcəndə biz bu qorxudan qutula bilməyəcəyik. و بیشک پیش از دیگران متذکر این نکته شده است که ترقی قیمت‌ها به طور اجتناب ناپذیر همراه با عملیات نظامی və cəngi است. Deyir ki, bunu da bilir ki, bir savaş başlananda qiymətlər yuxarı gedir. Və bu imkansızdır ki, qiymətlər sabit qalır. Bu çox çətindir. Bir bunu da bilir. سنتزو به تأثیر قطعی و مسلم تدارک مواد غذایی در راهبری عملیات اشاره می‌کند. دیدیم که من در اول
hər bir ordunun savaşında o orduda olanlara gərək yemək yetirəsən, paltar yedirəsən, soyuq olsa hava onlara gərək yeyəcək yetirəsən, onlara savaş məlzəmələri yetirəsən. Yəni tüfəkdir, güllədir, topdur, tancıdır, benzin gərək gələ bunlara. Yoxsa benzin olmayandan sonra o tancı nə cür işləyəcək? Top olmayandan, güllə olmayandan sonra o tüfək və o top, o nə cür işləyəcək? Təyyaranın benzini olmasa nə cür işləyəcək? Bunlar. Sonuncusu بر تأثیر قطعی و مسلم تدارک مواد غذایی در راهبری عملیات اشاره می‌کند و در میان عوامل دیگر از اهمیت مناسبات موجود میان hakim ve فرمانده کل منسوب از جناب وی yad edilir. Diyor ki bir önemli bir şey de budur ki o ordu başında olan adamla o reis cumhur rəhbər ya hər kəs ki dövlətin başında var, onun arasında olan əlaqə və ilgilər də mühümdür. Bunlar bir-birlərinə etimadları var ya yox, bir-birlərindən söz eşidirlər ya yox, bir-birlərinin sözünə baxırlar və çoxlu bir şeylər. Əcəba bir-birlərinə xaindirlər ya yox, bir-birlərinə nə cür baxırlar. و اهمیتی را که برای صفات اخلاقی و حساسیت و هوش یک فرمانده خوب قائل است خاطر نشان می‌دهد. O deyir ki bir dənə da ordu komandanının bu əxlaqları olmalıdır. Görək nə deyəcəkdir. Bəs əhəmiyyət sazmandehi bir ordunun şəkillənməsi. Sazmandehi yəni təşkilatı. Məsələn, sərbaz nə cür alınacaqdır? Bunlar neçə nəfərə bir dəstə olacaqlar, neçə nəfərə bir qurhan olacaqlar, neçə nəfərə bir, neçə qurhandan bir qurdan çıxacaq və qurdan neçə nəfərdən olacaq, bunun silahları nə olacaq? Qurhan, neçə qurhandan bir tip, neçə tipdən bir ləşkər, bu ləşkərin nələri olacaq, nələri olmayacaq? Bunların hamısı manovr, bunlar gərək daimən təmrin. Manovr deyək ki, təmrin. Biz türkcə buna məşq deyirik. Məsələn, ordu sözlərindən məşq sözü. Hətta uşaqlar ki, gedərlər gecə məşq yazardılar. Bu da ordudan alınmalı, türkcə sözdür. Yəni təmrin. Manovr. Manovr bunun xarici sözüdür, yəni latincəsidir. Və amiriyyət. Amiriyyət yəni əmr verən. Kim burada sözü keçərlidir. Və zəmin. Torpaq nə şəraitdədir? Məsələn, biz hər yerdə o işi görə bilmərik. Bir yerlər dağlıqdır, onlarda keçmək olmaz, bir yerdə körpü yoxdur, bir yerdə su vardır, gərək ora gəmi olsun, ya qayıqlar olsun, bir yerdə batlaq vardır, ora keçmək olmaz, bir yerdə nə bilim, şəhər vardır, divar vardır, bunlar hamısı şəraiti cəvi, yəni hava nə cürdür? Qarlıqdır, soyuqluqdur, buzluqdur, günəşdir, bunlar tufandır. Məsələn, diqqət buyurun, Amerikalılar İrana bir təyyara göndərdilər ki, oradan o Amerikanın səfirləri ki, giroqan tutulmuşlar, oğurlanmışlar. Giroqan yəni oğurlanmaq. Oğurlanmışlar, onları azad eləsinlər. Gəldilər, deyirlər ki, Təbəsdə bunlar deyirlər də, biz də bu cür eşitdik. Mən bilmirəm, doğrudur ya yalandır. Deyirlər ki, Təbəsdə qum yeli bu helikopterləri saldı yerə. Beləsi bir söz var. به نظر سنتزو ارتش به سان ابزاری است که تیر خلاص را در مغز دشمن خالی می‌کند. Deyir ki, Tüzo buna inanır ki, ordu bir silahdır. Silahın gülləsidir. Ki, düşmənin beyninə axirin vururlar, ölür. Yəni, diqqət buyurun, istir deyə ki, bir millət savaşa girəndə ordu onun gülləsidir. Amma bu tüfəngi, əl ki o tüfəngi tutur, ondan sonra bu bədən, o gözlər, o yeməklər, işməklər, bunlar hamısı millətdədir. Ordu fəqət o güllədir ki, tüfəngin lüləsindən çıxır və dəyir düşmənin boynuna. Çünki o xətti müqəddəmdə savaşır. Amma o xətti müqəddəmin, o savaşan əskərin arxasında milyonlar və milyardılar sərmayə yatmalı və milyonlar adam işləməli ta orada savaşa bilsin. Və o gülləni ata bilsin və orada dav eləyə bilsin. Bu da gözəl sözdür. Ki, qəblən asib pəzir şudə است. Həm də özü asib pəzir, yəni özü deyir ki, çox xətərdədir, təhlükədədir, vurula bilər. پیش از محاصمه مأموران سری متفقان و متحدان دشمن را از وی جدا می‌کنند. Deyir ki, savaş başlanmadan gərək nə edələr? Çünki bu sərbaz xətərdədir. Bu gedir ki, ölümə tərəf gedir. Düşmən də bundan yatmayıb ki, orada gəməni öldür. O da bunu savaşacaq. Deyir, buna görə gərək nə edələr? Diqqət buyurun. Savaş başlamadan öncə məmuran sirri, gizli məmurlar, müxtəlif dövlətlərdə, düşmənin içində xüsusən, müttəfiqlər,
o birisi indi Rusiya o güclə gedibdi Çeçendən, oradan buradan İran elamı himayət eləyibdi. Bunlardan dost qazanır. Müttəfiq qazanır. Müttəhidlə müttəfiq təqribən birdirlər. İttifaqları vardı və ya müttəhid birləşirlər düşmənin üstündə. Heç olmasa indi görək nə deyəcəkdir. Və bir fəaliyyətهای məxfi xərabxarın dəst miyazan. Sonra da gedir düşmənin içində o gizli məmurlar ya hətta partizan şəklində olan ordu üzvləri gedirlər. Orada 2 nəfərə, 5 nəfərə, 10 nəfərə gedirlər. O məmləkətdə dağılırlar. Məmləkətdə bəzi yerləri partladırlar. Bəzi körpüləri, bəzi karxanaları, bəzi ordu mərkəzlərin, bəzi benzin mərkəzlərin, furudqahların benzin mərkəzlərin o yerlər ki, mühümdür. Bunları vururlar ki, dövlət içəridən zəif olsun, eləyə bilməsin sərbazına güllə, yemaq, savaş gücü gətirsin. و به فعالیت مخفی خرابکارانه دست می‌یابند. خصوصا ماموران مخفی موظف به پخش شایعات نادرست و اخبار گمراه کننده و فاسد کردن و آشفته ساختن ماموران دولتی و ایجاد تمارضات داخلی و تشدید آنها و تربیت ستون پنجم میباشند. Deyir ki, xüsusən gizli məmurlar bir dövlətin savaşında, o birisi dövlətin içində olan gizli məmurları müəzzəfdirlər ki, şayə salılar. Ruslar gəlirlər, bomba atacaqlar filan, bunlar qorxmurlar. Ruslar hər yerdə öldürürlər, o qədər güclüdürlər ki, özləri vaxt qoyurlar, telefon açırlar, nənələrinə deyirlər ki, balalarınızı öldürmüşük, ölülərinizi verəcəyik, öz orduza öz orduz gətirsin. Bu bir qorxu şeydir. Salır bunların canına şayət, əxbarı qumrah konəndə filan yerdə gələcəkdir, yox biz həmlə eləməyəcəyik, yox vurmayacaqlar, yox neçə 100 mindir, yox qeyddilər, getdilər, Rusiyanın sərbazları gedir. Bunların hamısı qumrah konəndə düşməni beynin qatışdırır. Daima 100 min deyirlər, 100 min oldu, 140 min. Yox, Rusiya dedi ki, qeyddir. Film göstərir ki, məsələn, tankları düzəldiklər, yola gedirlər Rusiyada və fasidkərdən və aşıqdə saxtəri məmuranı dövləti. Onun, indi bir dövlət nəyə dayanar? Onun xarimətlərinə farsıca. Yəni, məmurlarına dayanar. Deyir ki, onları gərək qorxuya salasınız, onlar dövlətə işləyə bilməyələr. Mən əgər məsələn qaçmasam tutular, bunlar gəlirlər, tutarlar, eydam elərlər. Mən çəkilim kənara, bunlar gəlsələr də mən şey olmayayım. Bunlar dövləti məmurları hər halda qorxutmaq, icad təarüzat daxili, içəridə bir-birindən zidd olan məsələləri dövlət ilə millət arasında, qruplar arasında bir ziddiyyət salmaq və təşdid anha və olan ixtilafları çoxaltmaq. Diqqət buyurun, bu bizim sözlərimizdə deyil. Və tərbiyyət sütun-u pəncum. Sütun-u pəncum əslində casuslar. Elə biləsiz yox. Düşmən içində olan xəbərçindir hətta. Xəbərçinlər. Yəni, onlar ki, oradan deyir ki, hə, filan yeri bomsaldı, filan yeri vurdu, film görsədir, belə oldu, çörək yoxdur, bugünləri bərqi kəsildi, filan. Bunlar ya düşmən, filan yeri, çünki o görür ki, o da oradan bunları görür da, görür ki, hə, dedi, filan yeri vurdu, bom düşmədi, filan yerə düşdü, bəhman yerə. Bilir ki, keçən nə iştibah edib, ya top düşdü, filan yerə, bəhman yerə düşmədi. Bunlar o şeylərdir ki, bunları deyir. در همین اثنا نیز جاسوسانی که در تمامی مراحل و مدارج عمل میکنند به ارزیابی وضعیت düşmən میکنند. Bu olan yerlərdə bir də casuslar ki, təxəssüsləri vardır. Bunlar da hey onlara qulaq asacaqlar, gələn xəbərlərə, şayələrə, şeylərə, bunlara görəcəklər ki, düşmən nə vəziyyətdədir, savaşmaq gücü nə vəziyyətdədir, millət neyinir, xarmətlər neyinirlər, azuqənin vəziyyəti Zumar deyək da, Zumar türkçəsi, Zumarın vəziyyəti nə cürdür, yanacağın, yəni benzin, qazol, bunların yanacağın vəziyyəti nə cürdür, elektrikin vəziyyəti nə cürdür, dava dərman nə cürdür, bahalıq nə cürdür, tapılır, tapılmır, qəhətliqdir. Bunları oradan təhlil edirlər. Guzarış inan məbnai nəqşə cəngi zəfərnumun nişəvət. Bu cür bir guzarişlər ki, gəldi içəridən, bunlar bir dana savaşın qazanması üçün materialdır. مارشال شاپوشنیکوف اولین فردی نیست که دریافته از شرط مقدماتی پیروزی تهیه مقدمات جامع و کامل در اردوی دشمن است. Deyir ki, bir dana marşaldan, yəni bir dana ən baş komandandan danışır, Şapokov adında, Şapoşnikov. Bunun adında danışır. Bu əvvəlin adam deyil ki, bunu düşünübdür ki, bir dana ordunun müzəffər olması üçün, qazanması üçün
gərək kamil hər şeylə lazım olan bir qazanmaq üçün hər şey hazır olur. Və bequni ki, nəticəyi kar pişa-piş roşan bişə. O qədər gərək hər şey hazır ola ki, siz qabaqdan, öncədən biləsiniz ki, bu zəfəri qazanacaq. Yoxsa İran gördü, savaşa girdi Ərağla, savaşı Ərağa təhvil elədi, biz millətlərə də təhvil elədi. Amma bu 8 il sürdü və axirdə də qazanmadı ki, heç uduzdu. Və cəlibdir, bu günləri Əraqda o Əraqlılar ki, gəlmişlər bizim evlatlarımızı cibhədə öldürürlər, bomb tökürdülər və biz də onları öldürmüşük. Onların arvadlarına, uşaqlarına bu günləri İran dövləti İranın öz yaralılarına, savaşda olanlarına köməklik elədiyindən neçə qat çox Əraqlılara köməklik edir. Yəni Əraqda ölənlərin, İranla savaşanda ölənlərin ailələrinə İranlılardan çox köməklik edir. Belə bir siyasət mədardırlar. Və 8 gün sonra uduzdular. Rəis sabiq ستاد کل ارتش سرخ در تفسیر پرمغز خود از مطلب سنتوزو میگوید. Deyir ki, Rusiyenin ارتش سرخ olur qədimki komünist Rusiyenin, sosialist Rusiyenin dövrəsində bir dana bunun ərteşin başında olan bir şey deyibdi, ordunun başında olan bir şey deyibdi. O deyib ki, ارتش پیروزمند به دشمنی حمله میکند که پیشاپیش روحیه خود را باخته و در هم کوبیده است. Deyir ki, bir dana zəfərli ordu o ordunun üstünə həmlilər ki, öncədən, yəni savaş başlamadan onlar ruhiyyələrini əldən veriblər, təslim olublar, qorxudan. Ay, Ruslar sərbazları elədilər. Dəqiqən bizdə də, bizdə indi məsələn itilaat adı gələndə çox adam çəkilir dalıya. Biz uduzmuşuq ruhiyyədə. هنر جنگ در طول تاریخ چین عمیقاً نفوذ کرده و بر اندیشه نظامی ژاپن نیز تأثیر نهاده است. Bu da ki, این کتاب سرچشمه نظریه‌های استراتژی مائو تس‌تونگ و doktrinهای taktiki ارشد چین است. مائو تس‌تونگ ki bilirsiniz Çində inqilabın rəhbəriydi. Onun deyir ki, bu kitab onun fikrinin əsası idi. Bunu da bəlkə sorular ya deyəcəkdi ya da mən bir vaxt olanda deyərəm ki, Mao Tse-tung deyir ki, şəhərlərdə çox az adam var və şəhərlər kəndlərə bağlıdırlar. Əgər biz kəndlilərlə şəhərləri mühasirə eləsək, çox rahatca bunları cəlb. Mənim də nəzərim budur ki, biz düşmənlərimiz bir yerlərdə, o cümlə Kürdistanda bizdən düşmənlik edirlər. Təbii biz onların əvəzincə şəhərlərinə, gərək onların kəndlərində, kəndlərin torpaqlarını alaq, öz adımıza çıxaq və beləliklə biz gələcəkdə torpaqlarımıza sahib olacaq. O torpaqlar ki, fikir özümüzündür. افکار و عقاید سنتوزو qurtulur با واسطه مغولان تاتارها به روسیه نیز منتقل شد. Tatarlar və Moğolların deyir vasitəsilə bu kitabı yazan Həmid Döktür Həbibi deyir ki, bu Moğollar və Tatarlar bu kitabı apardılar Rusiyenin içinə. Və bəxş mühimi از میراث شرقی آن گردیده است. Rusiyenin doğu mirasının buradan olubdur. Binaenaleyh fəhm əmiq strateji ümumi این دو کشور بدون مطالعه هنر جنگ کامل نیست. Deyir bu kitabı oxumasaz Çin ilə Rusiyenin savaş stratejini başlatmazsınız. Çünkü əlbəttə Japonu da deyir da, ولی burada ikisini deyir. به دنبال آنچه در اینجا گفته شد در صفحات بعد جنگ از دیدگاه سنتوزو رو اندکی بیشتر تحلیل میکنیم. Deyir ki, sorular bu kitabı başlayacaq oxuyaq. Mən 12-ci səfiyyədən 11-ci səfiyyədən oxudum. Əslində bu günləri 1, 2, yaxşı 3 səfə bu kitabdan oxuduq. Yarın, yəni sabahları ömür olsa və əgər cismi vəziyyətim icazə versə, bu kitabın qalanlarını da başlayacağım oxuyan. Gündə də fikirəm 3 dəfə zət bundan rahatca oxuya bilirik. Beləliklə, sağ qalın, salamət qalın, sizə Allaha tapşırdım. Hələlik, görüşmək ümidi.